Salam aleyküm. Hero Medical Tibb Mərkəzindəyim. Aynur xanımın otağındayıq. Aynur xanım gözəl həkimdir. Niyə görə? Biz uzun müddət öz uşağımızı başqa yerdə el arasında lokoped deyirlər. Bunun ağzını masaj eləməklə bu olmur. Klinik psixoloqdur Aynur xanım. Mükəmməl. Elə bil kompleks uşağı müalicə edir. Mən 10 gündür uşağa baxıram. O qədər gözəl nəticə görürəm ki, onda uşaq artıq mənə sözlər deməyə başlayıb. Tam olmasa da sözlər deməyə başlayıb. Halbuki biz nə qədər onu müalicə etdirdik. Boş-boşuna pullar getdi. Yəni, nəysə, hal xoşlar olsun. Buyur, danış, yoldaşım da danışsın. Mən də dediyim odur ki, bir yerə aparmayın, bir logopedə aparsın, logopedlik deyil bu uşaqlar. Bu uşaqlara psixolojidurlar bu problem. Psixolog, log yanına gətirməlisiniz ki, inşallah ki, nəticəsində görərsiniz. Biz bu 10 gün içində, yəni gördüyümüz nəticə həqiqətən də mükəmməldir və gəlir mən hər gün bir sözlə Aynur xanımı sevindirirəm ki, bugün bu hərəkət elədi. Allah həmd olsun. Uşaqlarda sadəcə nitq problemi varsa, bu sadəcə nitq problemi deyil. Duyu sensor problemi olur uşaqlarda, refleksoloji problemlər olur uşaqlarda. Yəni bədənlə beyin arasında Roman bəy hər zaman deyir, loru deyin, siqnallarda qopuqluq olur. Bədənə beyinə yetəri qədər siqnallar getmir. Nöronlar düzgün öz vəzifələrini yerinə yetirmirlər, qopuqluq olur. Uşaqlarda da nitq ləngiməsi kimi görünür.